Tələbəm Qismət bəylə bugün şəhərdə ağ sürmə dərsimizdəyik. Qismət bugün Babək prospektindəyik. Sənlə U dönüş işləyəcəyik. Deməli əziz qardaş, diqqət elə, hal-hazırda solumuzda ayrıcılıq var. Və biraz qarşıda görəcəksən ki, yuxarıda nişanlar quraşdırılıb. 5.8.1, 5.8.2 nişanlar zohda kəs istiqamət nişanlarını bildirir. İndi o nişanlara baxaraq biz təyin edə bilirik ki, hansı zolaqdan hansı istiqamətə getmək mümkündür. Qarşıda görəcəksən, bir az sonra görəcəksən ki, kənar sağ zolaq avtobus zolaqdır. İkinci, üçüncü zolaq düzünə gedənlər üçündür. Kənar sol zolaq isə, yəni bizim getdiyimiz zolaq isə ancaq geri dönənlər üçündür. Bax, bizim üçün kənar sol zolaq geri dönənlər olduğu üçün, bax bu kimi yollarda, bax bu prospektdə qarşıdan gələnlər də həmçinin o zolaqdan geri dönür. Bax, azad sürətini bir balaca burada baxaq. Bura turumuzun. Bax, diqqətlə yuxarıdakı nişanlar. Birinci zolaq avtobus zolağı, ikinci, üçüncü zolaq düzünə gedənlər üçün kənar sol zolaq. İndi məsəl üçün geri dönənlər üçün. Bax, burada görsən, buradan geri dönsəydik biz, düzdür, buradan izah yoxdur geri dönmək, məsəl üçün deyirəm. Biz buradan gələnlərin trayektoriyamız kəsişdə gözləməliydik. İndi çox yerlər var, geri dönmə yerləri var ki, trayektoriya kəsişdə gözləyirik. Amma bax, biz bu zolaqdan gedirik, düz gedə bilmirik, ancaq geri dönürük. Qarşıdan gələnlər də bizim olduğumuz zolaq var, hansı bu zolaq. Oradan gəlib geriyə dönürlər. Yəni bizim trayektoriya kəsişmir. Biz düzgün dönsək, orada dayanıb gözləməyə ehtiyac yoxdur. Bax, o qazil döndü ha. Görsən, peşkar sözüdür, gözləmədi. Çoxu gəlib burada dayanıb gözləyir. Gözləməyə ehtiyac yoxdur. Solumuzu yandırırıq. Avtomuzun ortası keçsin. Bax, ortası keçsin. Sürkənə axıra kimi fırla sola. Oldu. Dayanma. Fırla sola, fırla, fırla, fırla. Afərin qardaşıma. Get, bax, görsən, gözləməyimizə ehtiyac olmaz. Düş solana qaytar əlini indi. Əlası, sürətini artır. Bax, işdən, bir çox sürücülər gəlib burada dayanırlar. Sağını yanında biz o sağa keçmək lazımdır. Amma bax sonra. Bir çox sürücülər gəlib orada dayanırlar və nə baş verir? Tıxaca səbəb olurlar. Halbuki düzgün dönsələr dayanmağa ehtiyac yoxdur. Çünki trayektoriya kəsişmir. Aydındır? Tamam.